Oruç sosial mahiyyəti olan bir ibadətdir. Oruc ictimai mahiyyəti olan bir ibadətdir. Hədislərdə qeyd olunur ki, Allah orucu ona görə vacib buyurdu ki, zənginlər yoxsulların halından xəbərdar olsunlar. Yəni, oruc sosial bərabərliyi təlqin edən, aşılayan bir ibadətdir. Oruc zamanı zəngin insanlar aclığın nə olduğunu hiss eləyir, ehtiyacın nə olduğunu hiss eləyir və bu onları ehtiyaclı insanlara yardım etməyə təşviq edir. Ona görə də oruc böyük bir sosial aksiyadır. Ramazan ayı boyunca həmişə iftar süfrələri açılır, yoxsul insanlara yardımlar edilir. Pandemiya dövründə yüzlərlə insan yardım aksiyalarına qoşuldu və bu Ramazan ayı boyunca ehtiyaclı insanlara, yoxsul insanlara, az təminatlı ailələrə yardım göstərdilər. Orucun mahiyyəti ilə tam uzlaşan bir haldır. Mübarək Ramazan ayının orucu insanlara həmdərd olmağı aşılayır, insanlara bir-birinin halına yanmağı, yoxsul insanları xatırlamağı aşılayır.